Oruçluq nədir bax? Giriftar qoyub biz ac, susuz qalmışıq, oturmuşuq burada bir saat, məcbursuz mənə qulaq asasız. Nədir mənası? Yəni bir ay günah eləməyə heç olmasa, bir ayda minimum zəruri ehtiyaclarımızdan, yemək kimi ibtidai ehtiyacımızdan imtina eləyək. Hə? Bir ay ki, bəlkə sonradan da davam eləyə bildik. Bunun üçündür bu şey. Bunun üçündür Ramazan ayı bir ay orucdur. Və bunun xeyri bizədir. Hətta bəlası da belədir. Bəlası da belədir. Bəlası da sevgidir. Söz başa düşmür adam. Gedir bir dənə hansısa bir bəla ilə vurur gözünə gəlsin. Adam gəlib belə Allaha aşiq olsun. Doğrudan da sevilməli bir Allahdır.